Emil Səfərov da o çiynində onun problemi var. O bilməm mübarizə, ikili mübarizə idi, yoxsa yerə düşdü. O çiynində problem var. O da sual altındadır. İndi gələn oyunlarda kömək edə biləcək, yoxsa yox. O da siz demişkən, bu da zədələrlə bugün biri də qoşuldu. Hətta Quzo uzun müddət demək olar ki, futbol oynamırdı. Məşqlərə təzə başlamışdı. Ondan istifadə elədik bugün. O da yenidən zədələndi deyəsən. Hələ bunların durumundan məlumatımız yoxdur. İndi həkimlər nəzərdən söhbət edir, nə yerlədir. Yəni, indiki vəziyyətdə çox çətindir, çox çətin dönəm yaşayırıq. Yəni, zədəllər həddindən artıq çoxdur. O da bəziləri var ki, hansısa zədə alıblar, bəziləri, amma ümumi prosesin o sezon əvvəlindən hazır olmamaqlarının yükləndikdən sonra olan zədələrdir. Yəni, çalışırıq bu durumdan çıxaq indiki vəziyyət. Sağ olun. Dördüncü yerə şansınız var. Necə düşünürsünüz? Mübarizə aparmaq olarmı dördüncü yerə qarşıdakı turlarda? Təqvim buna imkan verirmi? Onlarda yumuşaqdır, sizdə yumuşaq, yüngüldür. Biz Neftçi olaraq, Neftçi klub olaraq biz hər oyuna qələbə üçün sürüb. Biz mümkün qədər yüksək yerə tutmaq və kubokda da mümkün qədər finala çıxıb və hətta finalda da qələbə qazanmaq istədik. Nə dərəcədə alınacaq, nə dərəcədə biz onu bacaracaq, onu indi zaman göstərəcək. Yenə də deyirəm, zədəllərimiz çox olduğundan bir balaca ehtiyatlı danışıram. Amma biz Neftçi olaraq yəqin ki, əlbəttə şans varsa o şansdan istifadə edəcəyik. İki futbolsa bu gün ən azından müəyyən zədələr aldılar. Qarşıda kubokun oyunu var, ağır oyun və Zirə və Qarabağda çempionat oyunu var. Yəni çempionatda da belə deyək, artıq nəzərə şans var, kubokda da şans var. Bu zədələrin fonunda bu Casat heyətini necə bölüşdürəsiniz? Daha çox kuboka qoruyasınız heyəti, yoxsa bu çempionatdakı iki oyuna da optimal heyətini çıxasınız? İndi bugün oyun təzə bitib. İndi biz bütün ümumi vəziyyətimizi dəyərləndirib, ona uyğun da hərəkət edəcəyik. İndi baş məşqçi qərar verəcək, bir yerdə məsləhətləşib, ümumi vəziyyəti dəyərləndirib, ona görə qərar verəcəyik. Yolumuz var. Əgər mümkünsə son sual, əgər hər hansı bir şey qalmadısa. Sabah klubunun baş məşqçisi Vasiliy Berezovski Kəpəzli oyundan sonra futbolçunuz haqqında danışıb Elvin Zamalov. Onun sözlərinə görə kubok oyun ərəfəsində Elvin Zamalovun qeyri-peşəkar davranış göstərdiyini bilir. Bunun sizin münasibətiniz necədir? Nazir, mən düzü oxumamışam, məlumatım yoxdur barədə. Yəni, o sualı mən cavablandırmayım. Hələ yəni ki, bilmirəm, o nədən danışıb, hansı Camalovun hansı hərəkətini deyir, mən hələ o məlumatım yoxdur. İcazə versəniz bu sualı cavablandırmayım.